Baxın, bu azadlıq anlayışı, azad olmaq, sərbəst olmaq, azad olmaq, sərbəst olmaq çox eşidirəm həddən artıq. Böyüyən gənc qızlarımızın və ya elə bəylərimizin dilindən. Bu azad anlayışı nədir? Bir kərə onun formulunu bir gənc çıxıb açsa da biz bilsək ki, o formül nədir? Cəngəllikdə mi yaşayırıq? Axı biz insan bir tək fərd olaraq mənim istəklərim, mənim arzularım, mənim düşüncələrim olmaz belə bir şey. Vallahi olmaz. Mən bunu doğru hesab etmirəm. Mən deyə bir məfhum insanı egoizmə aparır, narsizmə aparır. Biz deyilən bir şey var. Hər bir yaşın özünə görə özünə verə biləcəyin bir sualın olmalıdır. Mənim bu yaşda öhdəliyim nədir? Məsuliyyətim nədir? Yoxsa bu azad qadın arzusu? Vallahi mənim o qədər çox məsuliyyət və öhdəliyim var ki, amma mən dünyanın ən azad qadınıyam.